Qəsəbənin mərkəzində hazır biznes PlayStation satılır. Tanış olaq. Əziz müştərilər, 8 dənə PlayStation 3, 2 dənə PlayStation 4, 1 dənə PlayStation 5 var və burada əlavə olaraq 8 dənə televizor, biri 4K, qalanları da 1080-dır. Mən də illərdir paramı başa sala bilmirəm ki. Qardaşım, bu obyektdə bir dənə gördüyünüz burada okey masalarıdır, okey oynamağa, damla oynamağa yerlərimizdir. Deməli 14.500 manata satılır. Hardasa 20.000-ə yaxın xərc çəkilir, remont qarışır filan, hər bir şey, yəni üstündə. Və burada mətbəximiz, mətbəx avadanlıqları filan, hər bir şey baxın qalır. Prosta bu belə deyim də sizə də, bu insan bu işin əhli deyil. Bizdə belə deyirlər ki, yəni işin üstündə dayana bilmir deyənə, belə deyim də sizə satır da hazır biznes kimi 14.500 manata bura. Yəni bu işdən anlayışı olanlar bilirlər ki, həqiqətən də havaydır. Kamera sistemi, lig sistemi, hamısı lig TV filan hər bir şeyimiz var burada. Təkcə kompüterə 2500 manat xərc çəkilib əziz müştərilərim. Aylıq dövriyyəsi də hardasa 3500-4500 manat arasıdır. Hələ işin üstündə dayana bilmirlərdi. İndi reklamı filan zəifdir biraz obyektin. Amma bu ilə birlikdə gəlir çıxır hardasa 25.000 manata. Kompüterlə birlikdə gəlir çıxır burada 25.000 manata qədər xərc çəkilir və üstündə kompüter də verilə bilər. O sizin öz istəyiniz nasıldır? Zəhmət olmasa kompüter də göstərir elə buradan. Özünüz görəcəksiniz müasir kamera sistemidir, hamısı yüksək səviyyədə. Özünüz də gördüyünüz kimi obyektimiz dəyər dəyməzinə satılır. Hazır biznes kimi dəyər dəyməzinə 14.500 manat, hardasa 11.000 belə 10.000, 11.000 arası ziyanına satılır. Yəni deməyin ki, işləyən obyekti kim satmaz da, işlədə bilmək lazımdır. Hər işi də hamı işlədə bildi, nə oldu? Bunun sahibi buranı işlədən, yəni belə deyim də sizə hərbiçi idi deyənə çox işinin üstündə dayana bilmir. Bu işdə obyekt işlətmək də elə bir şeydir ki, gərək işin üstündə dayanasan. Nə başımız ağrıdım? Yəni kim bacarırsa, kim işin əhlidirsə, buyursun gəlsin, sahibi ilə üzbəüz danışsın və buranı götürüb özü üçün işlətsin. Bir şey də qeyd edeyim ki, kim buranı götürsə 2 ay qabaqdır. Uca arendası da ödənilib. Demək olar 2 ay qabaq düşür də, yəni özünü toparlamağa 2 ay müddətin də var. Bundan artıq nə olsun? Gəl al.